Şübhəsiz ki, müttəqilər üçün Rəbbin dərgahında nəyin bağları hazırlanmışdır. Biz heç müsəlmanları günahkarlara tay tutarıqmı? Sizə nə olub? Necə hökm verirsiniz? Yoxsa sizin elə bir kitabınız vardır ki, üsyankarla itaətkarın eyni olduğunu ondan oxuyursunuz? Ya da onda bəyəndiyiniz hər bir şeyin sizin olacağı yazılmışdır. Yaxud bizimlə qiyamət gününədək əhd bağlamısınız ki, istədiyiniz hər şey sizin olacaqdır. Onlardan soruş ki, kim buna zamin duracaqdır? Yoxsa onların şərikləri vardır. Əgər doğru danışırlarsa, onda qoy şəriklərini gətirsinlər. Ayağın açılacağı və onlar səcdiyə çağırılacaqları, lakin buna qadir ola bilməyəcəkləri gün, onların baxışları yazıq görkəm alacaq, özlərini də zillət bürüyəcəkdir.